Son zamanlar tez-tez belə söhbətlər eşidirik. O texnologiya dövründə cəmaət robot düzəldir, süni intellekt çıxardır. Din ibadətinə də. Qardaşım, texnoloji yeniliklər niyə məni Rəbbimə itaətdən yayındırmalıdır ki? Əslində ən böyük texnologiya elə biz özümüzük. Bunu bir mühəndis hazırladı. Bunun isə heç bir mühəndisi yoxdur. Brat milyon illər keçdi, təkamül, təsadüflər, proseslər zat nəticə olaraq insan ortaya çıxdı. Qardaş, milyonlarla kompleks prosesin bir yaradansız, mühəndissiz, proqramçısız bir araya gəlməsi mümkün deyil. Bu proseslər zəncirvari davam edib. Bir yanlış bütün prosesin yenidən başlaması və ya prosesin tamamilə zibil olmasıdır. Allah buyurur, bəlkə onlar öz-özünə yaranıblar, yaxud onlar yaradanlardır. Adi bir gözümüzə bənzər robotda oxşar mexanizm görsək, wow, necə gözəl, mükəmməl mühəndislikdir deyirik. Amma insan gözünə gələn, gözdür də, deyib keçirik. İnsan gözü işığı, formaları və rəngləri möhtəşəm şəkildə tutur. Hər hansı kamera linsasından daha sürətli fokuslana bilir və tam qaranlıqda tək bir fotonu belə hiss edə bilir. O sizə qulaqlar, gözlər və qəlblər verdi. Siz necə də az şükür edirsiniz. Qardaşım, qartallar 2 mil uzaqda ovunu görə bilir. Gözləri bizimkindən 8 dəfə daha kəskindir. Bizim bulanıq gördüyümüz məsafəni onlar HD, yüksək dəqiqliklə ayırd edirlər. Mantis karidesi sadəcə rəngləri görmür, rəngin ölçülərini görür. Ultra bənövşəyi qütbləşmiş işıq, insan gözünün təsəvvür edə bilmədiyi rəng dünyası. Arılar çiçəklər üzərində ultra bənövşəyi rənglə çəkilmiş gizli izləri görürlər. Bizim görə bilmədiyimiz nektara aparan neon xəritələr. Ancaq məsələ nə qədər pis yaxşı gördüyümüz deyil, nə qədərinə kör olduğumuzdur. Bizim gördüyümüz dünya gerçəkdə olanın çox kiçik bir hissəsidir. Gizli rənglər, görünməyən formalar, ətrafımızda olanlar kimi bizə naməlum aləmlər. Biz görmürük deyə onlar mövcud deyil anlamına gəlmir bu. Allah buyurur. Əslində gözlər deyil, sinələrdəki qəlblər kör olur.